Bugünkü məşqlərdə biz iki mövzunu nəzərdən keçirəcəyik. Birinci mövzu açılan siyahılar. İkinci mövzu VPR, yəni VLOOKUP funksiyası, ссылки и массивы, yəni istinadlar və massivlər bölməsindən bu funksiyadır. Əvvəlcə gəl baxaq görək Excel proqramında açılan siyahıları necə yaratmaq olar. Tutalım ki, hansısa dükanda belə bir mallar var və onlar gündəlik satılır. Hər dəfə bu malların adını daxil etməmək üçün Excel proqramında açılan siyahılar yaratmaq olar ki, həmin malları əllə yığmayasınız. Yəni siyahıdan bir kliklə seçəsiz. Gəl bunu eləyək. Belə bir sütunu yaxud sütunda müəyyən bir diapazonu seçirik. Keçirik данные, yəni data tabına və buradan проверка данных, yəni məlumatların yoxlanılması əmrini seçirik. Üç bucağı basırıq və bu əmri seçirik. Birinci açılan tab avtomatik bu açılır, parametrdir, yəni parametrlər. Sonra keçirik bu bölməyə tip данных, yəni məlumatın tipi. Burada seçirik список, siyahı. Və burada источник данных göstərməli, yəni hansı məlumat üzərində həmin bu siyahı yaranacaq. Bu bizə bu məlumatdır. Muşka ilə belə dağıtırız aşağı, siyahı burada görsənir, ünvanı və OK düyməsini basırsınız. Və burada fikir verirsiniz, üç bucaqlar əmələ gələcək. Görürsünüz, burada da üç bucaq var, burada da var, burada da var, burada da var. İndi tutalım ki, siz kompüter satıbsınız. Da burada yığmağa ehtiyac yoxdur. Üç bucağı bastınız, kompüter. Keçirsiniz bura, tutalım ki, mikrofon satıbsınız. Seçdiniz, mikrofon. Tutalım ki, monitor seçirsiniz. Monitor burada görsənmir. Dartırsınız aşağı və monitor seçirsiniz. Burada indi sayını yaza bilərsiniz. Tutalım ki, 1, 2, 3. Burada qiymətini yaza bilərsiniz. Deyək ki, 1000 manat. Deyək ki, 200 manat. Deyək ki, 300 manat. Əslində qalsa qiymətləri də seçmək olar. Belə bir siyahı yaratmaq olar. Qiymətlər siyahısını da oradan da seçmək olar. Və orada ümumi məbləği artıq saya bilərsiniz. Sayı vururuq qiymətə. Dartırız aşağı və ümumi məbləği də seçə bilərsiniz. Ya buradan bu əmri, yaxud da buradan bu əmri, eyni əmrdir. Və belə. Bu açılan siyahılar haqqında bu qədər. Əgər həmin siyahını yox eləmək istəyirsinizsə, yəni açılan siyahını, yəni həmin diapazonu seçdiniz, keçirsiniz həmin yerə, həmin əməliyyatı yerinə getirirsiniz axıra qədər. Yalnız burada очистить все, yəni hər şeyi təmizlə. Yəni bu diapazonu yığışdırırsınız. Əllə də silə bilərsiniz, amma bu əmrdə yerinə yetirə bilərsiniz. OK. Və gördünüz, üç bucaqlar yox oldu. Məlumat qalır, amma üç bucaqlar yox olur. Lazım olmasa məlumatı da silə bilərsiniz. Qaraltdınız, sildiniz. Keçir indi dərsin əsas mövzusuna VPR, yəni VLOOKUP funksiyasını. Və belə bir cədvəllər yaratmışam və həmin funksiyanı cədvəllər əsasında öyrənəcəyik. Belə bir price listimiz var. Malın artikulu, malın adı və malın qiyməti. Bu deyək ki, satışlardır. Satışlarda artikulun adına uyğun malın adını seçməliyik. Gəl burada 3-4 dənə artikul seçək də əllə burada yığmaq istəmirəm. Kopyaləyəcəyəm. Belə, belə, belə və belə. Ctrl-C, Ctrl-V. Bu artikul əsasında bu cədvəldə mən malın adını seçib buraya yerləşdirəcəyim. Basırıq.
bərabərdir. Bizdə Rus interfeysi olduğuna görə Rus funksiyalarını seçirik. Yəni Rus dilində olan funksiyaları seçirik. VPR tab düyməsini qoyuruq, keçir bura. Funksiyanı basırıq, belə bir pəncərə açılır. Və burada birinci qrafada yazır iskomo значение, yəni hansı məlumat əsasında axtarış aparılacaq. Artikulun nömrəsi, yəni B3. Hansı cədvəldə axtarış gedəcək? Bu cədvəldə. Belə də seçə bilərsiniz sütunları. Yəni buradakı məlumat olmasaydı belə də seçmək olardı. Yaxud da belə diapazonu seçirsiniz. Belə. Sonra soruşur ki, sütunun nömrəsi bizdə 2-dir. Düzdürmü? İkinci sütunda axtarırıq da malın adı lazımdır bizə. Yığırıq 2 və burada yazır intervalni prosmotr. Yəni hansı interval? Burada ümumiyyətlə ya 0 yığa bilərsiniz, yaxud da 1. 0 o deməkdir ki, ad 100% dəqiq olmalıdır, yəni birə-bir olmalıdır, yəni televizor isə televizor olmalıdır. Yaxud da 1. Bu təxmini ad seçə bilərsiniz. Yəni televizor isə ola bilsin, televi ola bilər və seçə bilsin. Əksər hallarda 0 yığılır ki, ad dəqiq üstə-üst düşsün. Və burada görürsünüz televizor yazıldı. Okey. Və də artırıq aşağı. Gəl yoxlayaq. 113 889 görürsünüz televizordur. 137 760 kompüterdir. 177 582 web kameradır. Və mikrofon da var burada. 121 319 121 310 mikrofondur. Keçir üçüncü cədvələ. Eyni əməliyyatı yerinə yetiririk, amma biraz çətinləşdirir məsələni. Burada qiyməti də seçəcəyik burada. Həm malın adını burada elədiyimiz kimi, həm də qiyməti seçəcəyik. Gəldi 1-2 dənə mal buradan götürüm, artikulu. Və deyək ki, bunları götürək. Ki, əllə yığmayaq. Kopya elədik. İndi seçirik malın adını buradan. Yəni, eyni əməliyyatı demək olar ki, təkrarlayırıq. Buradakı elədiyim kimi. Bərabərdir. VPR, tab, klaviaturadan keçirik funksiyaya. Açırıq bu pəncərəni. Iskomo значение. Artikul, yəni artikuldan əsasında axtaracaq məlumatı bastıq. B16, B16, cədvəl, bu cədvəldir. Sütun. Malın adını axtarırıq, ikinci sütun. İntervalni prosmotr 0. Okey. Soyucuz gəldi. 152 860, 152 860. Dartırıq aşağı. 116 222, 116 222 klaviatura. Kolonkalar 115 116. 155 116, 155 116 kolonkalar. İndi burada sayıları yığaq, bunu əllə yığmalıyıq. Deyək ki, 3 dənə soyucu satılıb. Qulaqlıq deyək ki, 10 dənə satılıb. Kolonkalar deyək ki, 5 dənə satılıb. Klaviatura deyək ki, 7 dənə satılıb. İndi qiymətləri götürürük buradan. Bərabərdir. VPR, tab, keçirik funksiyaya. Artikula görə axtarırıq burada. Cədvəl həmin cədvəldir. Sütunun nömrəsi bizdə qiymət gedir. Yəni qiyməti qoymayalım. Yəni 1, 2, 3. Üçüncü sütundur. Intervalni prosmotr 0. O gəldi qiymət 1500. Dartırıq aşağı. Gəldi yoxlayaq. Qulaqlıq 100 manatdır. 100 manatdır. Soyuducu 1500 manatdır. 1500 manatdır. Klaviatura 80. Kolonkalar 40 manatdır. Bax belə. Məbləği də saya bilərsiniz. Bərabərdir. Sayı vurur qiymətə. Belə. Dartırız aşağı. Keçirik üçüncü misala. Burada işçilərdir, yəni satıcılardır. Burada isə satışda iştirak edən satıcılardır. Yəni nəsə satıblardır. Məsələ belədir. Baxmalıyıq ki, hansı satıcılar satışda iştirak eləməyib, yəni satışı yoxdur.
Konkret halda bax, bu satıcıdır. Əli Mərdanov N. Yəni onu görürsünüz, burada yoxdur adı. Yəni satışda iştirak eləməyib. Sistem bizə göstərməlidir ki, bax bu diapazonda ki, bu satıcı iştirak eləməyib. Bunu necə eləyirik? Bərabərdir VPR tab klaviaturdan keçirik funksiyaya. Axtar bu qrafa ilə gedəcək. Hansı cədvəldə? Yəni bu cədvəldə. Burada bir sütunda seçmək olardı, çünki ikinci sütun iştirak eləməyəcək axtarışda. Amma ziyanı yoxdur, belə də seçmək olar. Sütunun nömrəsi təbii ki birinci və burada yığırıq 0. İndi də artırıq aşağı. Və fikir verir, sistem sizə deyir ki 4 dənə satıcı satışda iştirak edir. Amma bu düz deyil. Çünki Kərimov, Nəbiyev və Abbaslı görürsünüz satışları var. Nə üçün bu belə olur? Fikir verir intervala. Bizdə gedir G24 və K31. Görürsünüz G24, K31 bizim diapazondur. Yəni burada axtarış aparılmalıdır. İndi bura baxaq. Görürsünüz G24, K31 düzdür. Amma burada G25, K32 sürüşmə gedir. Keçən dərslərdə mən bunu sizə keçmişdim. İstinad burada mütləq olmalıdır. Hal-hazırda isə bu istinad nisbidir. Nisbi istinad olduğuna görə bizdə sürüşmə gedir. Ona görə də bu məlumatı dəyişmək lazımdır. Ya buradan dəyişirsiniz, ya buradan belə basırsınız. Yaxud da əgər oradan istəmirsinizsə burada kursoru burada yerləşdirirsiniz və F2 düyməsini basırsınız. Bu hissəni qaraldırsınız və klaviaturdan F4 düyməsini basırsınız ki, qabağında dollar işarəsi olsun. Beləliklə nisbi istinadı mütləq istinaddan əvəz edirsiniz. Enter düyməsini basırsınız. Yenidən dartırsınız aşağı. Və görürsünüz, yalnız bir satıcı qalır. Bu rus dilinə gedir, net danlıq. Yəni məlumat yoxdur. Çünki bu satıcı burada iştirak edir. Bu belə. İndi burada siz görürsünüz ki, bütün cədvəllər bizdə bir vərəqdə yerləşir. List 2 vərəqində yerləşir. Yəni, bütün cədvəllər bir vərəqdədir. İndi keçirik növbəti misala. Bu misalda artıq cədvəllər bir neçə vərəqlərdə yerləşir. 3 vərəqdir bizdə. Məsələ belədir. Bu satış cədvəlidir və sifarişin kodudur. Sifarişin koduna görə biz bu vərəqdən, yəni sifarişlər vərəqindən sifarişin məbləğini və satıcının kodunu götürəcəyik. Sonra isə satıcının kodu əsasən satıcılar vərəqindən satıcının soyadı və adını götürəcəyik. Gəliz cəhd eləyək. Burada yığırıq. Bərabərdir. VPR klaviaturadan tab funksiya və birinci xanada sifarişin kodunu yığırıq. Yəni A2. Keçirik cədvələ. Hansı cədvəl bizə lazımdır? Sifarişlər. Keçirik bu cədvələ. İndi burada artıq görürsünüz aşağıda məlumat yoxdur və bütün sütunu seçmək olur. Keçirik 3-cü xanaya. Number stopda sütunun nömrəsi bizə lazımdır 2. Burada isə həmişə 0 yığılır. Okey. Dartırıq aşağı. Gəliz bir ikisini yoxlayaq. C111 250 manat. C111 250 manat. Z320 400 manat. Z320 400 manat. Deyək ki A111 100 manat. A111 100 manat. İndi keçirik satıcının koduna. Yəni yenə də sifarişin koduna görə satıcının kodunu götürün. Bərabərdir. VPR sifarişin kodu cədvəl həmin cədvəldir.
Yeni seçirik. Artıq biz satıcının kodunu götürəcəyik. Geçirik sütunun nömrəsinə 3 və burada 0 yazırıq. Okey. Dartır aşağı. Gəl yoxlayaq. Deyək ki, bunu yoxlayaq. D111 300 Z4'dür. D111 300 Z4'dür. Gəl birində yoxlayaq. Z320 400 Z10. Z320 400 Z10. İndi satıcının koduna görə giririk satıcılar vərəqinə və buradan satıcının soyadını və adını götürürük. Bərabərdir VPR götürürük satıcının kodunu. Artıq sifarişin kodu yox, satıcının kodunu götürürük. Yəni Z1 basırıq bura, C2 hansı cədvəl artıq sifarişlər yox, satıcılar seçirik diapazonu. İkinci sütundur bizdə 0 okey və dartır aşağı. Gəz yoxlayaq. Z2 Vəliyev Vıdır. Z2 Vəliyev Vıdır. Sonra Vəlizadə A Z10'dur. Vəlizadə A Z10'dur. Axırda sizə belə bir məlumat verim. Funksiyanın adı gedir VPR. Rus dilində bu gedir vertikalni poisk rezultatı. Yəni nəticələr şaquli axtarılır. Yəni yuxarıdan aşağı axtarılır. Əgər axtarış sütununda 2 dənə eyni məlumat varsa, yaxud bir-birinə oxşar məlumat varsa, tutalım ki, burada olsa A111 sifarişin məbləği deyək ki 150 manat, o birinci məlumatı tapacaq və sizə birinci məlumatı göstərir, ikinci məlumatı göstərməyəcək. Və ikinci nüans, axtarış yalnız birinci sol tərəfdən gələn birinci sütun üzərində aparılır. Görürsünüz, bizdən məşəbə bu sütun üzərində axtarış gedirdi. Sonra isə bu sütun üzərində getdi. Yəni bu sütun artıq nəzərdə alınmırdır. Yəni burada axtarış eləyəndə görürsünüz, burayla müqayisə olunurdu. Bu sütunu götürəndə axtarış üçün görürsünüz, bu sütunla müqayisə olunurdu. Yəni yalnız axtarış sol tərəfdən birinci olan sütunla yerinə yetirilir. Göndərək məlumatı yaddaşa. Və bununla dərsimiz sona çatır. Bugünə bu qədər. Təşəkkürlər.